oğlan hoş gəlsən, gülməli oğlan sənsən. Televizordakı oğlan deyirsən. Hə, gülməli oğlan mənəm. Sənə qurban olsun. Xoş gəlibsən Nətəsən sənin. nənə, səni Cəllabada xoş gəlibsən. Bil Xoş həmişə gəlibsən. sən gələsən. Cəllabadda deyirəm nə gözəl, mehriban insanlar var. Bəli, Cəllabad adamı ən gözəl belə adamdır Cəllabad adamı. Nənə, qəşəng qızıl dişlərin var ha. Nənənin dişləri tökülüb boşuğa dönərəm. Yox, niyə? Tökülür. 2 dənə qızıl diş satsan, onun hamısını düzəltdirəsən. Boşuğa dönərəm. Allah da bunu Hasan verir mən də oturum baxım. Ha, sən Hasan, deməli bizə ayın 4-ü saat 16:15-də Axşamca. ARB televiziyasında yolçu yolda gələ proqramına Bu baxarsan. Xoşqədəmin verişindən sonra da o verişdə kanalında verəcək. Xoşqədəm başqa cür veriliş aparır. Ay Mən sağ də başqa cür Nənə veriliş sənə qurban olsun. Həmişə bax Cəllabada yaxşı yerlərə gələsən. Cəllabad yaxşıdır. Hamısı qonaqpərəstdir, oğlanlarımız, qızlarımız yaxşı yerdir. Cəllabad çörəkli yerdir. Nənə, bax, Can nənə. Cəllabadın ən məşhur yeməyi nədir? Dadlı yeməyi nədir? Bizdə ən yaxşı yemək dadlı, ən yaxşı çığırtma pulodur, kabab pulodur. Kabab plov nədir? Kabab ləvəngi, kabab pulu, yeri cücədən çığırtma eləyirik. Ha. Qəşəng yeməklər, badımcan dolmasıdır, üçbacıdır bizim yer. Bizdə ən yaxşı məşhur doğu aşıdır. Doğu aşı? Bəli, O bəli. nə tər olur? Qatıqla bişiririk də ona, qatıqla. Doğanın aşı. Doğu aşı deyərik, biz ona doğu aşı deyirik. Doğu aşımız loğalı. Doğanı bilirəm, qatıqla. Özünə dostu loğa olur. Həm niyə deyirlər doğu aşı, özünə dost yığır. O bir qazan qoyulub pişən yerdə bir də qızın tanımadığı qonşu gəlir, ya bir qohum ağrəbə gəlir doğu pişəndə. Nənə də bizi özünə dost yığdı. Var, dönərəm. Adın nə idi? Mənim adım Xuraman. Xuraman xanım. Bəli, Cəllabadlı qızıyam. Naturun Cəllabad balasıyam. Ha. Bəli, burada böyüdümüşəm. Burada 3 dənə də oğlum var. 5 nəvəm var. Ay maşallah, Hə. Allah saxlasın. Sağ ol. Allah boş ver sənə can demə. sağlığı versin. Sənə də can sağlığı versin. Boş ver, dönərəm. Var olasan. Çox sağ ol oğlum. Görüşərik. Sağ ol, boş ver.